Bibeybət yoludur. Köhnələr bu yolu həm də müqəddəs yol sayırdılar. Çünki bu yolun bir adı da ziyarət yolu olub. Müqəddəs torpaqlara üz tutan zəvvarlar Bibeybət adlanan bu ziyarətgaha baş çəkməmiş yola çıxmazdılar. Bəs niyə? Tarixə qayıdaq. Həzrəti Peyğəmbər əleyhissalatu və salamın nəvələrinin bura gəlişi 8-ci əsrin axırlarına gətirib çıxardır. O zamandan Azərbaycan xalqı bu ailəyə qucaq açıb və burada yaşayıblar uzun müddət, burada da dəfn olunublar. Amma Bibeybət məscidinin tikilişi 13-cü əsrdə 2-ci Fərruxzad tərəfindən oldu. Əvvəl bir günbəzli məscid tikilib, ziyarətçilərin çoxluğuna nəzərə alaraq 2 günbəzli, sonra isə 3 günbəzli oldu. Və ondan sonra insanların bura gediş və gəlişi çoxalıb, ta Səbətlər dönəminə qədər. Bir zamanlar bu yalçın qayalıqlar günəşin dağladığı boz çöllərin yüksək zirvələri idi. Zaman o zaman idi ki, Peyğəmbər soyundan gələn 7-ci İmam Musa Kazımın övladları təqib edilirdilər. Mədinədə doğulan Fatmi Suğra kiçik qardaşları ilə məmləkət yer gəzir, doğmalarını qorumağa çalışırdı. Həzrəti Həkimə xanım qardaşı balaları ilə bərabər Mədinədə yaşayıblar və oradan təqib olunduqları üçün Məşədə gəliblər Tuz şəhərinə, Məşədin özündə və oradan bir müddət sonra qardaşı İmam Rızanın şəhadətindən sonra onlar Əhl-i-Beyt, Həkimə xanım və yanındakı qardaşı balaları Məşəddən çıxıb Əncəli şəhərinə çatıblar. Əncəli şəhəri Xəzər dənizinin sahilində yerləşir və orada xoşbəxtlikdən Azərbaycan olan gəmi olur. Gəminin kapitanı Baba Süzəddin, xanımın xadimi yaxınlaşır gəmi kapitanına, ondan icazə istəyir ki, bəs İrandan çıxmaq istədiklərini bildirirlər və Baba Süzəddin inanc sahiblərindən biri olduğu üçün çox da şad olur bu işə və xanımı yanındakilərlə bərabər götürüb gətirir Azərbaycana, Bayır limanına və Baba Süzəddinin gəmi kapitanının içəri şəhərdən Ağşalvarlı nəslindən olan Hacı Heybət adında bir dostu olur. Hacı Heybət Azərbaycanlı, çox iman sahibi olub, ərəb dilini mükəmməl bilən və zamanın tacirlərindən biri idi. Amma buna baxmayaraq Əli həmişə digər insanlara xidmətdə Allah üçün yaxşı işlər görən insanlardan biri idi. Hacı Heybət anası ilə, əyalı ilə, bacıları ilə məsləhətləşib gəlirlər xanımın olduğu yerə. Görür ki, xanımın yanında 3 övlad uşağı var, biri qız uşağı, 2 oğlan uşağı. Bunlar bir-birlərindən xanıma müraciət edəndə ərəb dilində Həzrəti Həkimə xanıma əmməti deyərdi. Hacı Heybət ərəb dilini mükəmməl bildiyi üçün deyir ki, bəs bugündən mənim də bibimsən. Yəni, əmmə ərəb dilində, bizim dildə isə tərcüməsi bibidir. Hacı Heybətin bibisi adı, o zaman insanlar arasında məşhurlaşa deyir, bəs hara gedirsiniz? Deyir ki, bəs biz gedirik ki, Heybətin bibisinin yanına. Heybətin bibisi, Bibi Heybət kəlməsi ondan yaranıb, o gün bugün bu məscidin də adı Bibi Heybətdir və məscidin yanında olan kəndin də adı Bibi Heybətdir. Qayalar onun namazgahı, həm də sığınacaq pənah yeri olur. Zaman keçir. İmam övladına sahiblik edən bu yerdə xanım Fatmi Suğranın ömrü başa çatanda onu elə burada da dəfn edirlər. Elə o zamandan Həkimə xanımı ziyarət etmədən müqəddəs torpaqlara səfər etmək məqbul sayılmır.
müqəddəs məkanlardan biri olan bir məskəndəyik və bu yer namazgah adlanır. Həzrət Həkimə xanım salamullahi aleyhanın bir müddət ibadət etdiyi, Allahla rabitə yaratdığı bir məkandayıq. Uzun illər Azərbaycan xalqı, xüsusilə də inanclı insanlar repressiya dövründə məscidin partladıldıqdan sonra Həzrət Həkimə xanım salamullahi aleyhanın ətrini məhz burada namazgahdan almışdılar. Və bu namazgah Həzrət xanımın xatirələri ilə doludur. Orada yerləşən daşlar hamısı canlı şahidlərdir. Xanım bir müddət onu sevən insanları, İslampərvərləri və eyni zamanda Əhl-i-Beyt aşiqlərini xüsusilə bu yerdə qəbul edib, onlar ilə dərdlərini bölüşmüşdür. Həqiqətən xanımın məzlumluğu, xanımın qəribçiliyi haqqında məlumatlar geniş yayılmışdı. Və xüsusilə də Abşeron cəmaatı və Azərbaycanın bir çox bölgələrindən xanımın ziyarətinə gəlib, onunla danışıb və Əhl-i-Beytin halından xəbərdar tutmuşdular. Xanım bu yerdə fiziki qüsurlu və ruhi xəstə olan insanları Allahın izni ilə, Allahın əmri ilə və öz vasitəsilə onlara əl çəkib, onların şəfa tapmasında bir rol oynamışdı. Və xəstələri burada qəbul edib və insanların məhəbbətini, insanların sevgisini qazanmışdı. Bibiheybət məscidinin tarixində maraqlı məqamlar çoxdur. Əvvəla bu yerdə həmişə məscid olub. Şirvanşah, Səfəvi hökmdarları hər zaman buranı diqqətdə saxlayıb, məscidin təmir işlərinə yazılı sənədlərlə təsdiqlənən vəsaitlər ayırıblar. Ta ki, məscid ötən əsrin din əleyhdarlarının hədəfinə çevrilənə qədər. ...1936-cı ildə bu məscid Azərbaycanda, xüsusilə də Bakıda digər məbədlər kimi, məscidlər kimi yerlə yeksan olunub və Bibiheybət məscidi də onunla bərabər burada dağıntıya məruz qalıb. Və ondan sonra 70 il müddətində biz Sovetlər dönəmində bu məsciddə əsər əlamət qalmadığı üçün insanlar, inanc sahibləri məscidin ətrafında baxmayaraq ki, arka tikilmişdi, o arkanın yanında maşınlarını saxlayardılar, bilici insanlar və orada öz dualarını edib və oradan ayrılardılar. Həmd olsun Allaha ki, biz müstəqilliyimizi əldə etdik. Ulu Öndər Heydər Əliyev cənabları hakimiyyətə gələndən sonra, baxmayaraq ki, o zaman Azərbaycanın ən çətin dönəmi idi. İstər iqtisadi cəhətdən, istər siyasi cəhətdən, amma buna baxmayaraq Ulu Öndər bucaq açdı və bu məscidin tikilişi üçün sərəncam imzaladı. 97-ci ildə özü gəlib təməl qoymada iştirak etdi və Ulu Öndər 98-ci ildə öz əlləri ilə gözəl gördüyünüz bu abidəni açdı, açıq elan etdi və bilirsiniz ki, əvvəl arxitekturada bu məscid bir minarəli olmalı idi. Amma Ulu Öndər baxandan sonra həmən arxitektur cizgilərinə, ondan sonra dedi ki, bəs bunun 2 minarəsi olsa daha gözəl olacaq və öz vəsaitindən ayırdılar ki, bəs 2 minarəli olsun və məscid daha çox möhtəşəm və daha çox gözəl görsənsin. İndi hal-hazırda minarənin biri Heydər Əliyev cənablarının öz adına olan minarədir. Gördüyümüz bu bağ Bibiheybət məscidinin əhatəsindədir. Bir vaxtlar Mübariz İbrahimov bu bağın bağbanı olub. Təqribən 2008 və 2009-cu illərdə şəhidimiz Mübariz İbrahimov bu ağacların əkilməsində, becərilməsində, qulluğunda daim durub o yerdə işləmişdi. Və o da Seyyid Mübariz İbrahimovun
torpağa nə qədər bağlı olmağını, təbiətə nə qədər bağlı olmağını, vətənə nə qədər bağlı olmağını və eyni zamanda onun inanclı olmağını bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cismən bizim aramızda olmasa da qəlbimizdə daim ruhən yaşayır və onun o bağına zəvvarlar düşüb o yeri ziyarət edəndə, seyr edəndə o yerdə tablo da qoyulub və onun əziz xatirəsinə tablo qoyulub və o yerdə də Mübariz İbrahimovun ruhuna dualar oxunur. Bibeybət kəndinin qəribə bir cazibəsi var. Daş döşəməli kəndin dolanbaclarını gəzdikcə göz önündə bir-birindən gözəl, rəngli bir mənzərə açılır. Aşağıya endikcə mavi Xəzər, yoxuşa qalxdıqca mərtəbə-mərtəbə bir-birinə sığınan evlər rəssam əli ilə çəkilmiş lövhəyə bənzəyir. Bu məscidin müasirləri çox olublar. Onlardan biri Fətəli xandır. Fətəli xan həmişə bura gələrdi. Burada ibadətlə məşğul olardı, dualarını burada edərdi və ölümünə yaxın öz yaxınlarına, əzizlərinə bu cür tapşırıq verir ki, mən öləndən sonra məni məhz Bibi Heybətdə bu məscidin ətrafında dəfn edəsiniz və elə də olur və bir müasirdə var. O xanın xan qızıdır, Natəvan. Çox gəlib bura gedir. Bakının mərkəzindən Bibi Heybət ziyarətgahına qədər 5 kilometr cığır yolu varmış. Yəni maşın yolu yoxmuş. İnsanlar cığırla gələrmiş buranı ziyarət edib və qayıdarlarmış. Deyir, həmən o 5 kilometr yolu mən maşın yolu eləyəcəm. Və bir neçə dəfə də xanım gəlir, Vücudbana Natəvan ziyarət edir. Xanım hamilə qalır, o zaman gəlmir və əmr edir ki, bəs yolu tiksinlər. Yol tikilib qutarandan sonra gəlib xanıma deyirlər ki, bəs biz yolu tamamladıq, hazırdır. Xanım faytonuna minir. O yerdən ki, cığır başlayırdı. Xanım orada faytonundan düşür. Ayaqyalın, ayaqqabılarını çıxardır. Deyir, oğlumu mənim qollarıma verin. Allah Teala onun etdiği burada dua, o övlad olsun və birinci oğlan övladı olsun. Onu da oğlan övladı verir. Öz qollarında gəlir xanımı ziyarət edir. Uzun bir dövr bu kəndin adı Şıx olub, ötən əsrin 30-cu illərinə qədər. 1936-cı ildə qəsəbə statusu alan kəndin adı dəyişdirilir. Yeni adı ilə Xanlar qəsəbəsi həm də neft hasilatına görə tanınmağa başlayır. Müstəqillik illərində isə qəsəbəyə Bibeybət adı verilir. Bibeybət kəndi Bakının ən qədim kəndlərindən biridir. Yeganə kənddir ki, bir tərəfdən dağla, bir tərəfdən dənizlə əhatə olunur. Bakıda heç bir kənd bu əhatəni etmir. Çünki Bakının bir kəndi dağla əhatə olunur, o birisi kəndi dənizlə. Amma ki, yeganə kənddir ki, dağla, dənizlə əhatə olunur. Bizim bir çox ağsaqqallarımız olub, tanınmış insanlarımız olub. Onlardan biri də İldar Dadaşov olub. Məhkəmə qərarlarının yoxlanma idarəsinin rəisi olub, Respublika Prokurorluğunda. 1992-ci ildə Bibeybət kəndi Xanlar qəsəbəsi adlanırdı. Onun təkidi ilə burada Milli Məclisə müraciət olundu. Bütün kənd sakinləri ərizə şəklində müraciət olundu Milli Məclisə və qərarı alındı ki, Bibeybət kəndinin adı qaytarılsın. O gündən də Bibeybət kəndinin adı qaytarıldı. Bibeybət oldu. Mən neft şirkətində 1973-cü ildə çalışmışam. Neft mədənlərdə zəhmət çəkmişəm. 2014-cü ildə fəxri adına nail olmuşam. 2017-ci ildə
tərəqqi medallar təhsil olmuşam prezident tərəfindən. Bizim neftçilər çox qəhrəman adamdılar. Qabaqları taxtadandır buruqlar. Çox fəlakət olurdu, yanma olurdu, xəsarət alırdılar. İndi müasirləşib, dəmirdən düzəldiblər buruqları. Yine hamısı yaxşı olub. Babır da dənizin qırağında isti su vardı. Oradan quyudan su çıxırdı. Kükütlü su. O reumatik xəstələrə görə, müalicələrə görə lazım idi o su. Burada naftalan tipli su çıxırdı. Və burada dənizin qırağında yoxdu, duzlu su çıxırdı. Camaat gəlirdi. Kimdə egzema, hamısı müalicə edirdilər orada. Biz həmişə o suya deyirdik xanım suyu. Bibeybət kənd qəbristanlığı pillə-pillə bir-birinin üzərinə qalanan qayaların sinəsində yerləşir. Çox zaman bura Şıx və ya Şıxlar kəndi deyiblər. Hətta deyirlər ki, Bibeybət məscidinin özülündə axtarış başlananda bir çox şeyxin qəbri də üzə çıxır. Xanımın qəbrinin aşkar olunmasında bir çox qazıntılar aparıldı və mütəxəssislər bu yerə cəlb olundu və xanımın qəbri aşkar olana qədər biz bir neçə şeyxin qəbrinin aşkar olunmasının şahidi olduq və hətta bir neçə mərtəbəli şəkildə, formada qəbirlər aşkar edildi və onların içərisində biz yazıları çətinliklə də olsa oxuyurduq. Orada əksəriyyət şeyxlərin, övliyaların qəbirləri olub. Yəni onların təbii ki, öz vəsiyyətlərinə əsasən olub ki, gələn zəvvarlar bizim qəbrimizin üzərindən keçsinlər və həm xanımı ziyarət eləsinlər və həm də bizləri ziyarət eləsinlər. Və bu qəbirstanlığının da salınmasının elə səbəbi, yəni ən böyük səbəblərindən biri xanımın bura yerdə namazgah olunmasından bağlı da əlaqədardır ki, insanlar və xüsusilə də indi hal-hazırda kənd əhlinin, yəni dünyasını dəyişən, vəfat edən şəxslər bu yerdə dəfn olunurlar. Bibeybət kəndində hər bir ev tarixdir, onun daşı tarixdir. O köhnə daşlarla tikilib bu evlər. Bu məktəb, bizim məktəb 47-ci ildə məscidi Sovet hökuməti dağıtmışdı. Onun daşından bu işlənilib bu məktəb. Bu məktəbin arxasında var daşlar ərəbcəndə yazılı. Bu məktəbin dalında. O hamısı tarixdir. Ona görə bu kənd çox tarixi kənddir. Yaşlı insanların, kənd ağsaqqallarının nəsihəti həmişə gənclərin, yeni gələn nəslin qulağına, necə deyərlər, sırğa olub. Bir işi görəndə təvazö göstərmək nəciblikdəndir deyiblər. Burada bir çox ağsaqqallarımız olub ki, onlardan biri də Ağali kişi olub. Ağali kişi kənd soveti olub. Uzun illər burada çalışıb, ağsaqqallıq edib. Hətta bir hadisəni danışa bilərəm ki, burada iki cavan sözləşiblər, aralarında dava düşüb və az qala bir-birlərini öldürsünlər. Ağali kişi bunu eşidib, gidib həyətə, uşaqları tənbih edib, onların hələsinə bir şillə çəkib, deyib ki, hamımız evə. Burada ağsaqqallarımız oturardılar. Əgər insan fikirli olardı, biri salam vermir keçərdi, o adam qaytarardılar, dala ki, ay oğul, ya bura. Ağsaqqallar həmişə tənbih eləyərdilər, böyükçinin yerini bilməyi bizə öyrədərdilər. İgidin adını eşit, üzünü görmə misalı, biz də doğma kəndini rənglərin dili ilə təsvir edən rəssam Fərid Nəcəfovla söhbət edə bilmədik. Təvazö göstərib danışmaq istəməsə də, məhəbbətlə yaratdığı rəsmlərini kameranın yaddaşına köçürə bildik.
dağa söykənən kəndin əl ətəyini Xəzərin gümüşü suları yuyur. 1000 ildən çox yaşı olan bu yerin insanları elə buna görə dağ kimi vüqarlı, su kimi cömərtdilər. Təbiətin verdiyi imkanlarla enişli yoxuşlu kəndi gözəlləşdirən də onun insanlarıdır. Bu kənddə bir çox nəsillər olub, yaşayıb. Burada indi hal-hazırda onların davamçıları yaşayırlar. Onlardan Şıxbunyar nesli, Necəfqulu nesli, Həzərli nesli, Nuru nesli ən böyük nesillərdən biri olublar burada. İndi də onların nümayəndələri, cavanlar yaşayırlar. Bibiybət kəndinə bu səfərimiz də maraqlı anlar, dolu-dolu söhbətlərlə yadda qaldı. Burada görüşdüyümüz insanlar yaddaşın gücünə arxalanıb bildiklərini, görüb eşitdiklərini bizimlə səxavətlə bölüşdülər. Çünki deyilən söz yadigardır. Eşidib yadda saxlamaq isə qazanc.